Və aleykum salam və rəhmətullahi və bərəkatuh. Cariyələr kimlərdir və nə vaxt alınır və onlarla rəftar hansı vəziyyətdə olur? Ümumiyyətlə, cariyələr barəsində məlumat verərdiniz deyə sual verilmişdir. Sualın cavabına gəldikdə. Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nəbiyyə ba'də əmmə ba'd. Dəyərli müsəlmanlar, cariyələr tarix səhnəsində demək olar ki, yaxın keçmişə qədər çox məşhur olan bir insan alqı-satqısıdır ki, yaxın keçmişə qədər, yəni yaxın bir 100 ilə qədər bu açıq şəkildə dövlətlərin, xalqların mədəniyyətinin bir hissəsi olmuşdur. Nə qədər bugün bizə ağır gəlsə ki, bu necə mümkündür? Bəli, bu tarixi situasiyanı yaşamaqla insan onun hiss edir ki, bu zamanında çox da qeyri-adi deyil də normal bir hal olmuşdur. Normal deyildikdə, yəni kim üçün normaldırsa, əlbəttə ki, o cariyə üçün normal deyil, amma bu da onun həyatının bir hissəsidir. Bu insanlıq tarixində baş vermişdir. Dəyərli insanlar, cariyəlikdən danışanda, cariyə, yəni o əsasən qadına aiddir. Kişidə olur qul, kölə, qadın olur cariyə. Cariyə, yəni onun sanki o hansıysa bir ağanın mülkü olur. Mülkü. Yəni istəsə satır, istəsə özü üçün alır, işlədir, xidmətçi kimi işlədir və yaxud da ki, digər vasitələrdə. Ola bilər, məsələn, aşpaz işlədir, uşağının xidmətçi saxlayır və yaxud da ki, onunla yaşayır və ilaxır. Bu cariyə, yəni qadınlarda ona cariyə deyirlər, kişilərdə ona kölə, qul deyirlər, yəni Azərbaycancamızda. Əmə onun ərəbcəsidir, abd onun kişi variantıdır. Bəli, dəyərli müsəlmanlar, deməli bu, İslam tarixi ilə əlaqəli deyil. Cariyəlik ümumiyyətlə ən qədim zamanlardan bütün dinlərdə, bütün cəmiyyətlərdə olmuşdur. Xristiyanlıq, Yahudilik, Məcusilik və yaxud da ki, hər bir xalqlar, bugünkü Avropadan tutmuş və digər Afrika xalqlarına qədər cariyəlik, köləlik olmuşdur. Dinimizdə də bunu dinimiz qəbul etmişdir, yəni inkar etməmişdir. Qəbul etmişdir, biraz da buna düzən vermişdir ki, ona indi toxunacağıq, ki, ona biraz qayda gətirmişdir. Çünki cariyələr ümumiyyətlə İslamdan qabaq heç bir şey idi, heç bir şey. Hətta öldürə belə bilirdilər sahibləri, onu öldürə də bilirdi. Çünki öz malıdır, necə istəsə istifadə edər. Amma İslam ona bir qayda gətirdi, ona bir düzən gətirdi. Yəni, insan haqqını qorudu. O, onun qədəri olsa belə ki, o satılıb, amma yenə də İslam ona bir qayda qoydu. Allah Subhanahu taala Ən-Nisa surəsi 3-cü ayədə kişilərə evlənmək üçün nəsihət etdikdə, necə ki, ayədə buyurur ki, Əuzu billahi minəşşeytanirracim. وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلَّا تَعُولُوا. Əgər yetim qızlara qarşı ədalətli, onlara haqsızlıq edəcəyinizdən qorxsanız, o zaman digər qadınlarla, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə evlənin. Bax, bu evlilikdir. Evlilik başqadır, cariyə başqadır. 2, 3, 4 qadınla evlənin. Əgər qadınlar arasında ədaləti qoruya bilməsəniz, o zaman bir qadınla kifayətlənin. Və yaxud da
Əlinizdə olan cariyələrlə kifayətlənin. Bu sizin üçün ədalətli olmağa daha etibarlıdır. Bəli, deməli burada ya evlənin və yaxud da əlinizdə olan cariyələrlə kifayətlənin. Deməli, cariyə ilə evlilik olmur. Cariyə ilə yaşamaq fərqli olur. Yəni, evlilik budur ki, səndən irs aparır, sən ölsən, o sənin malıva sahib çıxır, yəni zövcən, amma bu cariyədə yoxdur. Ona görə də cariyədə evlilik bu şəkildə olmur. Bəli, deməli, cariyəliyi artıq Qur'an ayəsinə görə qəbul olunduğunu biz görürük. Əhzab surəsi 50-ci ayədə də cariyə mövzusuna toxunmuşdur. Yəni, istəyən özü də onu bir araşdırsın. Ümumiyyətlə, cariyə qadın hansı vəziyyətdə cariyə olur? Yəni, bir qadın azad qadın idi. Necə oldu ki, o cariyə olur? Onun üsullarından biri, ya müharibədə əsir götürülən qadınlardır, yəni kişilər öldürüldükdən sonra, təbiidir, kişilər öldürüldükdən sonra müharibəyə gətirilmiş qadınlar əsir götürülürdü. Qalib ordu tərəfindən. Bu İslamın deyil, ha, İslamdan qabaq belə idi. İslam da bunu qəbul etdi və İslamda da belədir. Bir ordu səninlə döyüşdüsə, sən ona qalib gəldinsə, o ordudakı qadınlar avtomatik cariyə olur. Yəni, o qadın artıq zövcəlikdən məhrum olur. O artıq bundan sonra olur cariyə. İkinci, yoxsulluqdan valideyni tərəfindən satılmış qadınlar. Düzdür, bu gün bizə qəribə gəlir, amma insanlıq tarixində bu vardır, tarixdir, bu yaşanmışdır. Hətta bu gün belə bəzi ölkələrdə bu qalmışdır. Sudan kimi, Mavritaniya, Çad, yəni Afrika ölkələrində bu hələ də qalmışdır. Yaxın keçmişdə bu Türkmenistanda da bu cür insan satışı var idi. Amma bu satışdan biraz diqqətli olmaq lazımdır. Təbiidir, yəni bizim durumumuz deyil bu, sadəcə olaraq şər'i hökmə görə deyilir. Deməli, birincisi cihadda götürülən qadınlar idi, qənimət. İkincisi satışda, yəni valideyni tərəfindən, atası və yaxud da ki, böyüyü kimdirsə, onun tərəfindən satılan qadınlar idi. İnsanları ehtiyacdan satırdılar. Bu günləri də Afrika ölkələrində bu vardır. Üçüncü növü vardır ki, İslam bunu inkar etmişdir. İslam bunu qadağan etmişdir. O, qadınların oğurlanılmasıdır. Qız uşaqlarının oğurlanılıb satılmasıdır. Ona görə bayaqki ikinci şərtdə dedim ki, onda diqqətli olmaq lazımdır. Yəni, qadın satışı, əgər bir insan gedib qadını qul bazarından alırsa, o zaman o bunu araşdırmalıdır. Birdən oğurluq qadın olsa, yəni zorla qaçırılmış uşaq olsa, o zaman onun ticarəti haramdır. Həmin insanlar sahibinə qaytarılmalıdır. Çünki bu dinimizə görə icazəli deyil. Ola bilsin biz düşünək ki, yəni bir qadını necə satarlar? Çox da bu təəccüblü deyil. Bilməyənlər üçün təəccüblü olur. İnanın ki, Afrika ölkələrində elə qəbilələr var ki, onlar özləri yalvarırlar ki, bizi alın. Yəni pul verib satın alın. Kölə kimi olsa belə, gedək, yəni bir yaşayış yerinə çıxaq. Yəni bir cəmiyyətə çıxaq ki, biz orada yaşayaq, yeməyimiz olsun, ən azı yeməyə, içməyə bir şeyimiz olsun. Çünki o qədər çətinlik çəkirlər. Yəni satmaq deyəndə hökmən deyildir, satış gözyaşları ilə olsun. Yəni əlbəttə ki, bir ata necə öz övladını satar ki? Və yaxud da ki, bir övlad necə sevinər ki, öz satışına? Bəli, bu bizim bugünkü yaşadığımız mühitə, cəmiyyətə görə, yaşadığımız bu həyat tərzinə görə Allaha nə qədər həmd sənalar etsək, o azdır ki, hər şey bir yana, o bizi müsəlman etdi, o bizi sağlam etdi, hər nə bir yana, o bizi bir cəmiyyətdə yaşadır ki, dövlət var, qayda var, usul var. Bunun özü belə rəhmətdir, dəyərli insanlar.
Baxın, bizim bəzi cahillər bunu anlamır. Bunu anlamır. Dövləti bəyənmir, quruluşu bəyənmir. Həmin insanların sonra övladları satılanda görəsən onların ruhu şad olacaqmı buna? Necə ki, Suriya xalqı, İraq xalqı yaşadığı yerin qiymətini bilmədi, qurulmuş dövlətinin qiymətini bilmədi, indi onların övladları satışa çıxıb. Bəli, indi onların namusları, qeyrətləri Avropanın küçələrinə töküldü. Bu, onların deyil, bu bizim qeyrətimizdir. Hər birimizin qeyrətidir. Yəni, əstəğfirullah, bu o mənada deyilmir ki, onların, xeyr, bizimdir. Bizim namusumuz, bizim qeyrətimizdir. Amma görün, dövlət dağıldıqdan sonra nələr baş verir. İnsan nə gözləyirdi, nəyə əldə etdi. Bəli, ona görə də yaşadığımız yerin, torpağın qiymətini bilək, əmin amanlığa can ataq. Nə olursa olsun, əmin amanlıq rəhmətdir, bərəkətdir. Bax, bu satış oradadır. İnanın ki, satılan insan satıldığına görə sevinir. Bax, bu Mavritaniyada. İnsan satıldığına görə sevinir ki, mən gedib həyata çıxacağım. Ən azı bir dövlət görəcəyəm, insanlar görəcəyəm, yəni bir yemək görəcəyəm. Bəli, bax, bu cür satışlar mümkündür və o satış da şəriətlə icazəlidir. Və üçüncü növü qadağandır. Yəni, oğurlayıb, zəbt edib, qarət edib, insanları satmaq haramdır, həmən satışdan almaq da haramdır. Bəli, dəyərli insanlar, hər nədir? Bu iki usul ki var idi, icazəlidir. Bir, cihadda götürülən qənimət, bir də satışdan götürülən qadın və yaxud da kişi. Hər bir qadın, kişi, oğlan, hər biri ola bilər. Yəni, insan ticarətidir bu. Baxmayaraq ki, bu günləri inkişaf etmiş ölkələr bunu qadağan edirlər, özləri dolayısı yollarla insanları satırlar. Necə ki, bu günləri biz görürük ki, Müslüman diyarının övladlarını gətirirlər, Ukraynada satışla, pulla satırlar və onları döyüşdürürlər. Bəli, dəyərli insanlar, deməli, hər nədir, bu usulla bir insan cariyə əldə etdisə, o cariyə ilə necə rəftar edə bilər? Bir, o cariyəni Allahın əmrinə qarşı çıxardmağa haqqı yoxdur ağasının. Düzdür, bizdə bugün bu yoxdur, bizim quruluşumuzda bu yoxdur. Amma ola bilsin də bir insan getdi düşdü elə bir dövlətə ki, orada cariyə, kölə vardır. Vardır, o zaman bu necə rəftar edə bilər? Sual verilibdir deyə cavabı deyilir. Yəni, bizdə kimisə gedir pulla alıb belə etmək qanunlara da uymur və yoxdur da. Yoxdur, yəni bizdə bu durum. Çünki bizdə Qarabağda kimsinsə o cihad ola bilərdi, yəni mümkün idi, Allah üçün gedib döyüşən üçün cihad idi. Amma o döyüşlərdə belə qənimət qadın o tərzdə olan döyüşlərdən deyil. Yəni burada ancaq mərkəzə bağlısan, sən heç nə götürə bilmirsən, qənimət götürə bilmirsən, qəniməti mərkəz götürür. Bunu da İslamda qəbul etmişdirlər. Bu, hətta bunu ilk dəfə Muaviyyə radiyallahu anhu etmişdi və sonra bunu bölmüşdü insanların arasında. Yəni, daha bizim hətta bu günləri ətrafımızda baş verən kimsin cihad olsa belə orada qənimət bu şəkildə olmur. Bəli, yəni hər nədir? Bir insan əlində ya köləsi var, kişi və yaxud da ki, cariyə qadını vardır, ondan Allahın əmrinə qarşı çıxmağı tələb edə bilməz. Məsələn, ona haram iş görməyi tələb edə bilməz. Nə olar sənin köləndir, ondan bunu tələb edə bilməzsən. Allahın əmrinə qarşı çıxarda bilməzsən. Və yaxud da ki, kölən kafirdir, xristiyandır, sən ona xaçı qadağan edə bilməzsən. Ona daha doğrusu, bəli, İslamı da əmr edə bilməzsən. Əmr edə bilməzsən ki, hökmən müsəlman ol. Çünki Allah Subhanahu taala buyurmuşdur ki, la ikraha fid-din. Dində zorla dini qəbul etdirmək yoxdur, qeyri-müslümə. Müsəlman olmayanı zorla İslama gətirmək yoxdur. Və yaxud da ki, sən bir köləni zorla kimlənsə evləndirə bilməzsən. Bir köləvi zorla evləndirə bilməzsən ki, sən hökmən filan kəslə evlənməlisən.
evləndirə bilmirsən. Sata bilirsən, amma ona zorla, filankəslə evlənməlisən deyə bilmirsən. Çünki evlilik, yəni evləndirmək, yəni bu qəlb sevgisi ilə olmalıdır. Zorla onu evləndirə bilmirsən. Onun dinində olan hər hansı bir əmri ona qadağan edə bilmirsən. Məsələn, xristiyandır, şərab içə bilər. Xristiyanlar şərab içirlər. Sən ona deyə bilməzsən ki, sən şərab içmə. Onun dinində bu icazəlidir. Məsələn, donuz əti yeyir. Yeyirsə yeməsinə qarşı çıxa bilməzsən. Ola bilər deyəsən evimə gətirmə, mən müsülmanam. Amma ona yemə deyə bilməzsən, mən sənin ağanam, ona haqqın yoxdur. Belə bir məsələlər olsa, o şikayət eyləsə qaziyə, qazi səni haqsız çıxardacaq. Ola bilər ki, qazi sənin əlindən alsın onu. Və bir də onun gücü yetməyən yükü ona yükləyə bilməzsən. Daşıya bilmir, zorla daşıtdırırsan. Bax, bu icazəli deyil. O, belə məsələlərdə qaziyə şikayət eyləsə, qazi səni cəzalandırır. Ola bilsin ki, səndən alsın onu. Və yaxud da ki, sən onu bədəninə zərbə vurub, qolunun bir hissəsindən kəsib sındıra bilməzsən. Məsələn, vurub qolunu sındırmısansa, köləmdir deyə bilməzsən. Təsadüfən olubsa o heç. Əgər o səndən qaziyə şikayət eyləsə, qazi həmən onu azad eləyir. Səndən alır, azad eləyir, çünki bunu edə bilməzsən. Bəli, deməli, İslam bu şərtləri ki gətirdi. Bu şərtlər İslamdan qabaq yox idi elə şey. Hətta istəsə öldürürdü. Hətta ağası öləndə çox vaxt onun xidmətçilərini öldürürdülər ki, sən o dünyada da buna xidmət etməlisən. Bax, belə şeyləri İslam inkar etdi. Yəni, İslam köləliyə bir düzən gətirdi ki, yəni insanın haqqı orada o qədər də tapdanmasın. Bəli, dəyərli insanlar, bu sadəcə olaraq qanun, köləlik qanunları haqqında İslamın şərtləri idi, deyildi. Yəni, yenə təkrar edirəm, yəni bu bizim bugün yaşadığımız mühitdə bu yoxdur. Şəxsən bizim yaşadığımız bu mühitdə bu yoxdur. Hətta Şeyx Fövzana bu barədə sual verdilər. Dedilər ki, indi cariyə varmı? Biz gedib cariyə ala bilərikmi? Şeyx Fövzan sualın cavabında deyir ki, mən qorxuram ki, siz cariyə aldığınızı zənn edərsiniz, oğurlanmış xaxın qızlarını alarsınız, bununla da harama düşərsiniz. Bəli, yəni indi o demək olar ki, yoxdur. Bəzi bayaq qeyd etdiyimiz Sudan kimi, Mavritaniya kimi ölkələrdə bəli o qalmışdır. Yəni əsasən, yəni Avropa kimi, Asiya kimi ölkələrdə artıq bu yoxdur. Varsa o oğurluqdur, yanlış yollarla əldə olunmuş insanlardır. Yəni kimsə buna aldanıb, yəni zina edər və yaxud da ki, insan haqqına girər və elə bilər ki, bu mənim cariyəmdir. Allah qorusun. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdu lillahi rabbil alemin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.